Gəlin birbaşa mövzuya keçək. Çox, necə deyim, kəskin bir iddia var ortada. Sizin göndərdiyiniz mənbələrdə rast gəldim. Kişilər qadınlara hörmət etdikcə, qadınlar kişilərə nifrət edir. Bu, etiraf edək ki, çox iddialı səslənir. Bəli, ilk eşidəndə adamı təəccübləndirir, hətta biraz qıcıqlandırır da bəlkə. Məsələ. Bugünkü məqsədimiz də elə bu. Sizin bizimlə paylaşdığınız o məqalələr, qeydlər var, bax o Red Pill fəlsəfəsi deyilən şeyin hörmət anlayışına baxışını anlamağa çalışacağıq. Yəni, bu iddianın arxasında nə dayanır? Nə demək istəyirlər əslində? Hansı argumentləri var, sonra da onlara qarşı nə deyilir, tənqidlər nədir, bunları aydınlaşdıraq. Tamamilə. Əgər əziz izləyicilər bu tipləri müzakirələr sizə də maraqlıdırsa, elə indicə videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Beləcə, biz də daha çox belə təhlillər hazırlaya bilərik. Dəstəyiniz vacibdir. İndi isə qaydaq məsələyə. Mənbələrdə vurğulanan o Red Pill argumenti var ha. Orada hörmət deyəndə nəyi nəzərdə tuturlar? Bizim gündəlik başa düşdüyümüz hörmətdən fərqlidir deyəsən. Bəli, bax bu çox önəmli bir fərqdir. O materiallara görə onların hörmət dediyi şey bizim bildiyimiz o qarşılıqlı sağlam münasibətdəki dəyər deyil əslində. Maraqlıdır. Bəs nədir? Daha çox, belə deyim də, qadını həddindən artıq ideallaşdırmaqdır. Sanki bir postamente qoymaq. Mənbələrdə buna pedestalizing deyirlər. Pedestalizing. Yəni pərəstiş həddinə çatdırmaq kimi. Bəli, bir növ elə. Bu o deməkdir ki, kişi öz istəklərini, ehtiyaclarını tamamilə kənara qoyur, sərhədsiz güzəştlərə gedir, ancaq qarşı tərəfi razı salmağa çalışır. Bəzən bunu nice guy sindromu ilə də əlaqələndirirlər. O yaxşı oğlan məsələsi, yəni hər şeyə hə deyən, heç vaxt etiraz etməyən tip. Təxminən elə. Öz fikrini deməkdən çəkinən, sırf rəğbət qazanmaq üçün həddən artıq, necə deyim, fədakarlıq edən biri. Aydın olur tədricən, bəs mənbələr niyə iddia edir ki, bu cür davranış axırda nifrətə ya da ən azı cazibənin itməsinə gətirib çıxarır? Bunun arxasında nə var? Bir psixoloji izahı varmı? İddiaya görə, bu qadınların təbiəti ilə bağlı olduğu düşünülən bəzi mexanizmlərlə əlaqəlidir. Mənbələr tez-tez hipergamiya anlayışına toxunur. Hipergamiya, o nədir? Bu, belə bir fikir ki, qadınlar instinktiv olaraq özlərindən daha güclü, qərarlı, statusu, resursları daha çox olan partnyorlara meyl edirlər. Bu baxımdan da kişinin göstərdiyi o hədsiz hörmət, yəni sərhədsizlik, özünə inamsızlıq, davamlı güzəşt, zəiflik kimi görünür. Məhz zəiflik, liderlik keyfiyyətlərinin olmaması özünə hörmətin azlığı kimi qəbul edilir. Nəticədə nə olur? Kişi cazibəsini itirir. Bəlkə ondan nəsə resurs kimi istifadə etmək olar, amma ona qarşı dərin bir ehtiras, hörmət hissi yaranmır. Deməli, bu zamanla laqeydliyə, hətta bəlkə də hörmətsizliyə çevrilir. Bəli, iddia budur. Zamanla münasibət soyuyur, hörmətsizlik yarana bilir. Anladım. Deməli, bu yanaşmaya görə problem hörmətin özündə yox, onun bu ifrat, sağlam olmayan formasındadır. Bəs yaxşı, sizin paylaşdığınız o tənqidi mənbələr nə deyir? Onlar bu məsələyə necə yanaşır? Bax, bu çox vacib məqamdır. Tənqidlər məhz bu fərqə fokuslanır. O mənbələr vurğulayır ki, Red Pillin təsvir etdiyi bu sərhədsiz, özünü inkar edən hörmətlə əsl sağlam, qarşılıqlı hörməti qətiyyən qarışdırmaq olmaz. Əsl hörmət nədir bəs? Onların tərifində? Əsl hörmət bir tərəfli deyil axı. Bu partnyorun şəxsiyyətinə, fikirlərinə, duyğularına, ən əsası da onun şəxsi sərhədlərinə dəyər verməkdir. Və bu zəiflik deyil, əksinə. Əksinə nədir? Yetkinlikdir, emosional intellektdir, sağlam münasibət qurma bacarığıdır. Əsl problem hörmətdə deyil, məhz o aslı davranışda, özünə dəyər hissinin aşağı olmasında sərhəd qoya bilməməkdədir. Bu cür davranışlar isə, bilirsiniz, cinsindən asılı olmayaraq heç kimə cəlbedici gəlmir. Deməli, tənqidi mənbələr o yaxşı oğlan, nice guy, hansı ki yaxşılığının əvəzində nəsə gözləyir, çox vaxtda qeyri-səmimi olur onunla. Yaxşı insan və ya yaxşı kişi qudmənin arasında fərq qoyur. Yəni, səmimi, dürüst, həm özünə, həm başqasına hörmət edən, sağlam sərhədləri olan biri. Bəli, məhz bu fərq çox önəmlidir. Özünə dəyər verən, amma eyni zamanda partnyoruna qarşı diqqətli və hörmətli olan,
Lakin öz prinsiplərindən, sərhədlərindən də imtina etməyən biri, bax, onun davranışı cəlbedici olur. Aha. Tənqidi mənbələr həm də o, bütün qadınlar belədir tipli ümumiləşdirmələrin nə qədər yanlış və zərərli olduğunu vurğulayır. Düzdür, bu cür ümumiləşdirmələr təhlükəlidir. Əlbəttə, fərdiliyi, mədəni fərqləri, şəxsi təcrübələri, dəyərləri tamamilə yox sayır. Hətta bəzi araşdırmalara istinad edirlər ki, qarşılıqlı hörmət, etibar, emosional dəstəyə əsaslanan münasibətlər əslində daha dayanıqlı, daha məmnun edici olur. Yaxşı, bütün bu arqumentləri, əks arqumentləri dinlədik. İndi gəlin bir yekunlaşdıraq. Sizin üçün, bizi dinləyən hər kəs üçün əsas çıxarış nə olmalıdır? Mənə elə gəlir ki, əsas məsələ hörmət etməli ya etməməli deyil. Yox. Sual daha çox budur. Hansı hörmətdən danışırıq? Yəni, əsl qarşılıqlı hörmətlə o özünü məhv edən itaətkarlığı ayırmaq lazımdır. Və tənqidlərə görə Red Pill'in təklif etdiyi o həll, yəni hörmətdən tam imtina, problemi həll etmir. Əksinə, daha da dərinləşdirə bilər. Tamamilə razıyam. Mənbələrdən süzülən əsas fikir budur. Problem hörmətin özündə deyil. Onun sağlam olmayan davranışlarla sərhədsizlik, asılılıq, aşağı özünə dəyər, səhv salınmasındadır. Əsil güc, baxın, hökmranlıqda və ya manipulyasiyada deyil. Bəs nədədir? Əsil güc, özünə dərindən hörmət etməklə yanaşı, başqalarına da səmimi hörmət göstərməyi bacarmaqdır. Və bu ikisi arasında o sağlam tarazlığı qurmaqdır. Sağlam sərhədlər və qarşılıqlı hörmət, bax bunlar güclü sağlam münasibətlərin, belə deyək də, təməlidir. Beləliklə, bugün sizin təqdim etdiyiniz mənbələr əsasında çox qatlı, maraqlı bir mövzunu müzakirə etdik. Bütün bunlardan sonra bəlkə də əsas düşündürücü sual budur. Sağlam bir münasibətdə o qarşılıqlı hörmət və şəxsi sərhədlər arasında incə, ideal balansı necə tapmaq olar? Bu balans hamı üçün eynidirmi? Yoxsa burada fərdi psixologiya, mədəni mühit nə qədər rol oynayır? Çox yaxşı sualdır və cavabı birmənalı deyil, yəqin ki. Bəli. Bax, bu barədə sizin fikirləriniz bizim üçün çox maraqlıdır. Şərhlərdə öz düşüncələrinizi, təcrübələrinizi bizimlə bölüşməyi unutmayın. Görüşənədək.